Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat sevərlər. Xoş gördük. Bugün belə bir tənliyə baxırıq. Kök altında 4/1 üstəgəl x bərabərdir 4/1 çıxaq x kvadratı. Tənliyi həll edin. Təbiidir ki, burada tənliyin həqiqi kökünün tapılmasından söhbət gedir. Və biz bu tənliyin həqiqi kökünü tapacağıq. Və bilirsiniz ki, ümumi halda bu tənlik verilən tənlik kök altda fx bərabərdir jx tipli irrasional tənlikdir. Və bu tənlik ekvivalentdir belə bir sistemlə. Fx bərabərdir j kvadrat x, jx böyük bərabərdir 0 olma şərt ilə. Bax, bunların ekvivalentdir. Keçək öz tənliyimizə. Kök altında 4/1 üstəgəl x bərabərdir 4/1 çıxaq x kvadratı. Onda bu ekvivalent olacaq. Nəzəriyyə əsasən olacaq 4/1 üstəgəl x bərabərdir 4/1 çıxaq x kvadratının kvadratı və eyni zamanda 4/1 çıxaq x kvadrat böyük bərabərdir 0. Biz belə bir sistemi aldıq. Buradan çıxır ki 4/1 üstəgəl x bərabərdir 4/1'in kvadratı çıxaq 2 vuraq 4/1 açaq b-nin kvadratı düsturuna əsasən açırıq. Vuraq x kvadrat üstəgəl x kvadratının kvadratı x üstü 4. Və bu şərti kənarda araşdırırıq. 4/1 çıxaq x kvadrat həll oblastını tapırıq ki, bizim tapacağımız həll hansı oblastdan olmalıdır? Böyük bərabərdir 0-dan çıxır ki, yəni bu ekvivalentdir. X kvadrat kiçik bərabərdir 4/1-dən. Və bu da sizə 9-cu sinifdən məlumdur ki, bu tip x kvadrat kiçikdir bərabər 4/1 olanda mənfi 2/1 kiçik bərabərdir x, kiçik bərabərdir 2/1 olur. X kvadrat kiçikdir bərabərdir a kvadratına əsasən. Tənliyələrin bunu kvadrat yazmamaq olar. Yəni bu şəkildə bu bərabərsizliyin köməyi ilə alırıq. Burada bilirsiniz ki, mənfi kök altda a kiçikdir bərabərdir x, o da kiçik bərabərdir kök altında a. Bunlar aydındır. İndi bizdə həll oblastımız olacaq bu aralıq. Bunu yadda saxlayırıq. Həll oblastımız burada olmalıdır. Və gəldik ən yaxşı araşdırılasız fikrimizi deyəcəyimiz bir məqama. Gördüyünüz kimi tənlik 4 dərəcəli çoxədildən ibarətdir. 4 dərəcəli tənlikdir. 4 dərəcəli tənliyində rasional kökü olanda Bezu teoremi, n dərəcəli çoxədilinin rasional kökünün olması haqqında zəruri şərt teoremi tətbiq eləmək olar. Burada bu tənliyin rasional kökü yoxdur. Onda irrasional kökün olması da çox araşdırıcı olur. Burada gərək elə bir üsuldan istifadə eləyəsən ki, bunu daha asan üsulla həll eləyəsən. Elə bir əvəzləmə aparmaq lazımdır ki, elə bir hala gətirək ki, verilən tənliyi biz daha yaxşı üsulla həll eləyək. Yəni, inanılmaz bir əvəzləmə, düşünə bilmədiyiniz bir əvəzləmə aparmaq lazımdır. O da nədir? 4/1'i bir t ilə əvəz eləyirik. İlk başda deyəcəksiniz, belə şey olar, verilən nədədir, dəyişənlə əvəz eləmək. Olar və mahiyyətini mən açacağım. Mahiyyət nədir? 4 dərəcə, indi t-yə dəyişən kimi baxacaq, burada yerinə yazanda. X-ə parametr kimi baxacaq. Elə bir 4 dərəcəli tənliyi biz kvadrat tənlik kimi araşdıracaq. Baxın, əvəz edək.
Əvəz edəndə tənlikdə yerinə yazıram. Olacaq t üstəgəl x. 4də 1-in kvadratı bərabər t-nin kvadratı olur. Çıxaq 2t x-in kvadratı və üstəgəl x üstü 4. Bunu t-yə nəzərən kvadrat tənlik kimi səliqəli yazırıq. Olacaq t kvadrat. T-ni keçirdik sol tərəfə, sağ tərəfə. Olacaq çıxaq 2x kvadrat üstəgəl 1 vuraq t. Bu ifadə verdi. Üstəgəl x-in üstü 4 çıxaq x bərabərdir 0. Və t-yə nəzərən kvadrat tənlik x-ə parametr kimi baxırıq və bunu həll edək. T 1, 2 bərabərdir. 2-də 2x kvadrat üstəgəl 1 üstəgəl çıx 2x kvadrat üstəgəl 1-in kvadratı çıxaq 4x-in üstü 4 üstəgəl 4x. Bu bərabərdir. Alıram 2-də 2x kvadrat üstəgəl 1 üstəgəl çıx 4x-in üstü 4 açıram a üstəgəl b-nin kvadratı kimi üstəgəl 4x-in üstü 4 və 4x kvadrat üstəgəl 1. Çıxaq 4x üstü 4 üstəgəl 4x. Və kökün altında 4x-in üstü 4, 4x-in üstü 4. Aldıq bu şəkildə, bu bərabərdir. 2-də 2x kvadrat üstəgəl 1 üstəgəl çıx. Olacaq 4x kvadratı kökün altında. Üstəgəl 4x üstəgəl 1. Üstəgəl 1. Və baxıb görsəniz görərsiniz ki, kök altında 2 ədilinin kvadratını aldıq. Mən bunun arxasını səliqəli burada bunları bildik, araşdırdıq. Bu hissəni silirəm. Və burada yazacaq arxasını. Deməli aldıq ki, bu bərabər oldu. 2-də 2x kvadrat üstəgəl 1 üstəgəl çıx. Bu 2x üstəgəl 1-in kvadratıdır. 2x üstəgəl 1-in kvadratından da çıxdı 2x üstəgəl 1. Ona görə ki, bax, bu şərti ödəyir. Bu şərti ödəyir. Müsbət çıxdı, mötərizə xaricdir. Və burada t-nin 2 qiymətini tapırıq. T1 bərabər olacaq. 2x kvadrat üstəgəl 1 üstəgəl 2x üstəgəl 1 bölə 2. Bu da bərabər oldu. X kvadrat üstəgəl x üstəgəl 1. Və t2-ni də tapaq. T2 bərabər olacaq. 2x kvadrat üstəgəl 1 çıxaq 2x çıxaq 2x çıxaq 1. Və burada birlər islah oldu. 2x kvadrat çıxaq 2x'i də 2-yə böləndə x kvadrat çıxaq x. Beləliklə biz artıq buranı silə bilərik. Bu t-nin tapdığımız qiymətlərini gətirib tənliyimizdə nəzərə ala bilərik. Yəni əvəzləmədən nəzərə ala bilərik. Əvəzləməmiz budur. Aşağını silib yazar. Alıram belə. Əvəzləmədə nəzər 2 hal aldıq. Birinci, T1-in qiyməti x kvadrat üstəgəl x üstəgəl 1 bərabərdir. Gördüyünüz kimi 4də 1. İkinci halda aldıq.
N'in qiyməti x kvadrat çıxaq x bərabərdir 4-də 1. Bir-bir bu halları araşdıraq. 4-ə vururam hər iki tərəfi. 4x kvadrat üstə gəl 4x. 4 çıxaq 1 oldu üstə gəl 3 bərabər 0. Kvadrat tənliyi aldıq. Mən diskriminantını yoxlayıram ki, bu tənliyin həqiqi kökü var ya yox. Bərabərdir 4-ün kvadratı 16. Çıxaq 4 dəfə 4-dən 6 vuraq 3, 48. Gördüyünüz kimi mənfidir, diskriminant kiçikdir 0. Həqiqi kök bu halda yoxdur. Boş çoxluq. İkinci halı araşdırıram. 4-ə vuranda x kvadrat çıxaq x bərabər 4-də 1. Buradan alıram. Hər iki tərəfi 4-ə vuranda 4x kvadrat. Çıxaq 4x. Çıxaq 1 bərabərdir 0. x 1, 2 bərabərdir. 4-də ikinci əmsal cüt olduğundan 2-yə bölür 2. Üstə gəl çıx. 2-nin kvadratı 4. 4 vur 1 üstə gəl 4. Buradan aldım 2 üstə gəl çıx. Kök altında 8. Kök altında 8 də 2 kök altında 2'dir. Və buradan 4 bölək 4. Buradan alırıq. Bu bərabərdir 2'yə ixtisar eləsək. 2'də 1 üstə gəl çıxaq. Kök altında 2. Həll oblasımıza baxırıq. Həll oblasımıza mənfi 2'də 1, 2'də 1 aralığı. Burada x1 bərabərdir. 1 üstə gəl kök altında 2 bölək 2. 1'dən böyükdür. Bu oblasta daxil deyil. Bu ödəmir. Ödəmədik verəndə. Bizdə həll cavab olacaq. X bərabərdir. 1 çıxaq kök altında 2 bölək 2. Və bu gördüyünüz kimi mənfi alınır. Bu oblasta düşür. 1,41 təqribən çıxdı. Mənfi 0,41 bu bölək 2 aralığa düşür. Beləliklə verilən irrasional tənliyin kökü x bərabərdir 2'də 1 çıxaq kök altında 2'yə bərabərdir. Yeni tənliklərlə, maraqlı misallarla görüşənə qədər sağ olun, hələlik.